Fitrə zəkatı bir sa hədislərdə gəlir. Bir sa, yəni 3 kiloqram, indiki ölçü ilə. 3 kiloqram nədən verək? 3 kiloqram süfrəndə çox nə olub? İndi onu hər adam özü bilir də. Mənim bir ay bu orucluqda süfrəmdə nə çox olub? Adam var çörək çox olub, 3 kilo çörəkdən hesablasın. Adam var düyü çox olub, 3 kilo düyüdən hesablasın. Adam var, biz hər məsələdə maşallah əlaçıqlıq eləyirik. Bu fitrə zəkatına gəlib çatanda ildə bir dəfədə elə istəyirik ki, buğdadan verək. Buğda yeyən var indi. Buğdanı toyuq, buğda arpa, buğda nədir axı? 3 kilo süfrəndə nə var o? 3 kilo süfrəndə nə var o? Yaxşı, bir ay sən düyü yemisənsə, məlumdur ki, 3 kilo düyü verə bilərsən də. Bir ay çörək yemisənsə, 3 kilo un vermək olar, 3 kilo çörəkdən vermək olar. Bəlkə xurma yemisən, gecə-gündüz, 3 kilo xurmadır. İndi imkana baxır. Burada hər bir insan öz imkanına uyğun çalışsın ki, əda eləsin.